Bugün Prezident İlham Əliyev Ultimate Fighting Championship'in prezidenti Amerikalı sahibkar Dana White'ı qəbul edib. Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Dana White, Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu. Onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi. Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı. Son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı. Gənc nəsildə idmana olan həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu. Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu. UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.